Salam, hörmətli və dəyərli tamaşaçılar. Vətən televiziyasının efirində aktual həyata baxırsınız. Bugünkü mövzumuz şəhidlik zirvəsidir. Çox deyiləcək sözlərim vardı, ürəyimdə qaldı. Mübarək olsun. Mənim bir vətənim var, Azərbaycanım, doğma diyarım. Ana, mən şəhid oldum, yerim gözəldir, təkil ağlama. Bu mövzuyla əlaqədar bir çox insanlardan müsahibə götürdük. İstəyərdim o müsahibəni sizə təqdim edək. Sizin üçün şəhidlik zirvəsi nə anlam daşıyır? Şəhidlik zirvəsi ümumiyyətlə müqəddəs bir məfhumdur. Mənim üçün çox bir müqəddəsdir. Digər bizim hamı üçün olduğu kimi belə bir deyilim var. Torpağa su qatanda palçıq olar, torpağa qan qatılırsa artıq o vətəndir. Və bizim gənclərimiz, bizim döyüşçülərimiz, vətən uğrunda vuruşan hərbi qulluqçularımız, onlar vətən uğrunda böyük sevinclə şəhid oldular. Onlar elə bir yüksək məqama çatdılar ki, hər birimiz bir vətəndaş olaraq, bir xalq olaraq bir-birimizə Allah rəhmət eləsin deyil, şəhidin mübarək deyilir. Bu çox müqəddəs bir sözdür və analar da, bütün ailələr də deyirlər ki, vətən sağ olsun. Şəhid istəyir bu dünyada da, istəyir axirət dünyasında da Allah tərəfindən seçilmiş bir bəndələrdirlər onlar. Onların da valideynləri fəxr eləməlidirlər ki, balaları şəhid olublar. Vətən yolunda, torpaq yolunda şəhid olublar. Onların yeri uca məqamdadır, Allah qarşısındadır. Torpaqlarımız uğrunda bizim zabit və gizirlərimiz, əskərlərimiz canlarından, qanlarından keçərək şəhidlik zirvəsindən yüksəldilər. Və onları böyüdüb, necə deyim, bu vətən üçün, vətən sevgisi yaradan anaların qarşısında baş əyirəm şəhid ailələrinin və onların analarının əllərindən öpürəm ki, belə bir övladlar böyüdüblər vətənimiz üçün. Tələbələrimiz içində şəhid olanlar da var, Allah onlara rəhmət eləsin. Düz, indi onlar təlimləri çətin olsa da, yenə gəlib əlbəxa döyüşü öyrənirdilər və hamı da bildiyi kimi də axırda bizim xüsusi təyinatlı qoşunlarımız əlbəxa döyüşdən də çıxıblar ermənilərlə, üzbəüz gəliblər və hamı bildiyi kimi orada da əlbəxa döyüşdən də ermənilərin üzərində qələbə qazanaraq, ermənilər bu xüsusi təyinatlı qoşunların qarşısından qaçaraq və öz qorxaqlığını, acizliyini göstəriblər. Biz isə 2000-dən çox nömrə ilə Qarabağ Azərbaycandır sözlərini yazmışıq. Düşməndən qənimət götürülmüş hərbi texnikalardan çox az bir qismi azadlıq meydanına gətirilərək nümayiş olunur. Məğlubiyyətin, iflasın rəmzi kimi. Sosial şəbəkələrdə də şəhidlərimiz haqqında paylaşımlar edilir. O paylaşımı sizin nəzərinizə çatdırıram. Şəhid balalarım, siz təkcə torpaqlarımızı azad etmədiniz ki, siz qürurumuzu, ləyaqətimizi, mənliyimizi xilas etdiniz. Siz xalqın sevinc gözyaşlarını illərdir qeybə çəkilmiş təbəssümünü qaytardınız özünə. Siz zamanı sıxıb da dondurub, bizləri uca yaradana yaxınlaşdırdınız. Əl çatan, ün yetən etdiniz. Və indi bizlər müqəddəsliyi az qala nəfəsimizlə, az qala varlığımız, ruhumuzla duya bilirik. Siz bir göz qırpımlıq, qısa ömrünüzü qəhrəmanlıq toxumuna döndərib də torpaqlarımıza səpildiniz. Səpildiniz və qanınızla suvardınız ki, sabah vətənimizin bağrında saysız, hesabsız igid oğulları cücərsin.
şəhid olmağı xalqın arzusuna çevirən şəhid balalarım. Kaş ki sizin yerinizdə mən olaydım. Kaş ki sizin əvəzinizə mən öləydim. Esker ocaq emaneti o demaneti